Gecə saat 2-də yatırsınızsa, xəbərim sizin üçündür. Tezliklə həyata, insanlara, sevgiyə həvəsiniz tamamilə öləcək. Alimlər araşdırıb ki, sən demək gec yatmaq hormonları məhv edirmiş. İzləyək. Gec yatmaq hormon tarazlığını pozur. Gec yatmaq xüsusilə saat 23:00-dan sonra yuxuya getmək orqanizmdə hormonal balansın pozulmasına və yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb olur. New York Post nəşrinin yazdığına görə bu vərdiş kortizol və melatonin hormonlarının təbii nisbətini pozur. Kortizol insanı oyaq saxlayır, melatonin isə istirahət və bərpa proseslərini idarə edir. Yuxu üzrə ekspert Matthew Bird bildirib ki, axşam saat 11-dən gecə saat 1 aralığında kortizolun ikinci dalğası yaranır. Bu da bədəndə melatoninin istehsalını azaldır. Nəticədə insan gecə tez-tez oyanır və səhər özünü yorğun hiss eləyir. Birdin fikrincə ən ideal yuxu vaxtı axşam saat 10-dan 11-in yarısı aralığıdır. Bu rejimlə bədən təbii ritmə uyğunlaşır, səhərlər 7-nin yarısı isə enerjili oyanmaq mümkün olur.